Türk dövlətləri. Orta əsr Türk dövlətləri. Birinci biz Türk dövlətlərindən əvvəl giriş edəcəyimiz bölmə xalqların böyük köçüdür. Xalqların böyük köçü eramızın 4-cü, bəzi mənbələr 3-cü əsrdir, bəzi mənbələr 4-cü əsrdir, 4-cü, 7-ci əsrlərdən başlayacaqdır. Xalqların ümumiyyətlə böyük köçünün bir çox səbəbləri var idi. Bu səbəblərdən bölünür kateqoriyaya siyasi səbəb, iqtisadi səbəb, sosial səbəb olacaqdır. Siyasi səbəb və sosial-iqtisadi səbəblərə birinci toxunmamışdan qabaq xalqların böyük köçünün başladan birinci xalq, yəni tayfalar Hunlar olacaqdı. Sonra Hunlardan sonra Hunlar Şərqi Avropada alanları sıxışdıracaqdı. Alanlar Qotları, Germanları sıxışdıracaqdı və beləliklə zəncirvari qaydada davam edəcəkdi. Xalqların böyük köçünün siyasi səbəbləri deyəndə Hun tayfalarının Çin əsarətindən azad olmaq istəyi və yaxud da Çin əsarətini düşmək istəməməsini baş verirdi. İqtisadi səbəbi isə torpaq azlığının olması, sosial səbəbi isə əhalinin artması və belə deyək də, torpaq yaşamaq üçün yerlərin azalması və buna görə də köçü başlayacaqdı. Xalqların böyük köçündə dedi ki, Hunlar başlayır birinci, sonra yenə dediyimiz kimi alanlar, Qotlar, Germanlar, Slavyanların Bizans ərazisində məskunlaşması ilə belə deyək də, tamamilə başa çatacaqdı. Mərkəzi Asiyadan və yaxud da Çindən başlayaraq ta ki indiki Şərqi Avropa Rusiyanı gəzirlər və indiki Qərbi Avropaya Macaristan bölgəsinə qədər məskunlaşırlar. Xalqların böyük köçü nəticəsində Avropada yeni bir türk dövləti olan Avropa Hun dövləti yaranacaqdı. Bu Hun dövlətinin dedi ki, Hunların ilk başçısı Tanrı xan olmuşdu, mənbələrdə qeyd olunur. Tanrı xan idi. 4-cü əsrdə isə Balamir Hun tayfa birliyinin başçısı olacaqdı. Qotları və alanları məğlub eləmişdi. Və 4-cü əsrin 70-ci illərində dövlət yaratmışdı. 4-cü əsrdə yaranması Avropa Hun dövlətini Şərqi Roma, yəni ikinci adı dediyimiz Bizansına, Qərbi Roma ilə oxşar cəhət eləyəcəkdi. Yəni 4-cü əsrdə yaranması. Balamir dedi ki, dövlət yaradacaq 4-cü əsrin 70-ci illərində, amma ən güclü hökmdarı Attiladır. Attila dövləti bir müddətlik qardaşı ilə idarə edəcəkdi, 445-ə qədər Bileda ilə birlikdə idarə edəcəkdi, amma dövləti imperiya çevirmə, ərazidən genişləndirmə Attilanın adı iləndir. Avropa mənbələrində Tanrının qırmancı kimi ifadə ediləcəkdir. Attila hakimiyyətə gəlir 434-453-cü ilindən gələcəkdir. Attila gəldiyi il hakimiyyətdə 434-cü ildə Bizansa üzərinə hücum eləyir. Bu bəzən birinci Bizans səfəri və ya da birinci Balkan səfəri gedir adı, fərqi yoxdur, yəni Bizans Balkanlarda, yəni indiki Yunanistan bölgəsi falan olduğu üçün, yəni o forma gedir. Orada gəlir Bizansın belə deyək paytaxtına Konstantinopla, orada müqavilə bağlanır. Müqavilənin şərtinə görə Bizanslılar Attilaya, yəni Avropa Hun dövlətinə xərac verməli idi. Qarşılığında həmçinin hər iki dövlətin tacirləri müəyyən olmuş ticarət hüquqlarına malik olmalıdırlar, müəyyən olmuş yerlərdə ticarət edilməli idi. Bir də əlavə olaraq Bizanslılar Attilanın tərkibində, yəni dövlətin Avropa Hun dövlətinin tərkibində yaşayan xalqları üsyana təhrik eləməyəcəkdilər. Amma Bizans bu sözü yerinə yetirmir. Həm xalqları üsyana təhrik edir, həm də Attiladan qaçıb gedənlərə sığınacaq verəcəkdir. Bir də xəracı vaxtlı-vaxtında verməyəcək. Buna görə də Attila 447-ci ildə ikinci dəfə Bizans üzərinə səfər eləyəcəkdi. Bu ikinci Bizans səfəridir. Yenə müqavilə bağlanacaqdı. Bu dəfə artıq ödəniləcək xəracın miqdarı qaldırılıb və daha ağır şərtlər eləyəcək. Attila şərqi tamamilə məsələni həll edəcəkdən sonra, yəni Bizansdan məsələni həll edəcəkdən sonra Qərbi Roma üzərinə yönələcəkdir. Roma dərsində keçmişdiniz, Qərbi Roma imperiyası dərsini keçmişdiniz. 451-ci ildə Fransa üzərinə gələcəkdir. Burada Fransanın Katalon çölündə Qərbi Roma sərkərdəsi Aetsi ilə qarşılaşacaqdır. Katalon döyüşü erkən orta əsrlərin ən güclü döyüşü idi. Tarixin bəzi mənbələrində bunu daha çox Alman tarixçiləri qeyd edir. Tarixin bəzi mənbələrində deyilir ki, döyüş 8 saata kimi yaxın davam edir. Hətta əfsanələrə görə, yəni döyüş o qədər əfsanələşib ki, güya döyüşçülər meydandan çəkiləndən sonra onların ruhları belə savaşıb, yəni bu forma bir əfsanələr yaranır. Təqribən o dövrün ən böyük rəqəminə malikdir. 200 minlik qoşun bu tərəfdəndir, 200 minlik qoşun o tərəfdəndir. Təqribən 400 minə yaxın bir ordu savaşıb. Və lakin heç bir tərəf qələbə qazanmır Katalon döyüşündə. Bəzi mənbələr Avropa tarixçiləri bunun
Romalıların qələbə qazandığını, bəziləri isə Attilanın qələbə qazandığını, amma heç bir tərəf qələbə qazanmır. Aitsi gecə ilə öz ordusunu geri çəkir, qayıdır. Attila o Roma ordusunu təqib eləmir. Eləməmə səbəbi isə Roma daxilində xəstəliklərin yayılması idi və bu xəstəliklərin öz ordusunu keçməsini istəmədiyi üçün, yəni eləmir. Və 452-ci ildə bu dəfə ikinci dəfə hücum eləyib Roma şəhərinə. Roma şəhərini mühasirə alır, lakin Roma papasının xahişi ilə Roma şəhərini dağıtmır və daxil olmur, müqavilə bağlayıb geri çəkiləcək. Romaya hücum eləmək Hun tayfalarını Germanlarla oxşar cəhət edirsiniz. İndi Germanların bir qolu vandallardır. Əslində vandallar o hadisədən sonra adlandırılır, amma yenə də German tayfalarına oxşar. Məsələn, German tayfalarından 5-ci əsr German tayfalarına, Hun tayfalarına oxşar cəhəti Roma şəhərinə hücum eləmələri. Romanı dağıtmaq yox. Baxın, Romanı ələ keçirmək yox. Roma şəhərinə hücum etməkdir. Yəni hücum etmək dağıtmaq mənasında vermir. Yəni başa düşdünüz? Hücum eləyib tutmaya da bilər. Hücum eləyib tutmasa da olar. Yəni əsas odur hücumdan söhbət gedir. Və bundan sonra Romanı məğlub ediləndən sonra bütün gücünü Sasani imperiyasına yönəldəcəkdir. Lakin 453-cü ildə sui-qəsd nəticəsində öldürüləcəkdir. Sasanilərə səfərə hazırlaşanlar. Attilanın ordusu bir çox millətlərdən ibarət idi. Çünki bugünkü Almaniya daxil, yəni Burqundiya bölgəsi, Fransanın Burqundiya belə deyək də Almaniya sərhəddi. Almaniya daxil, Fransa daxil, Macaristan daxil, Çexiya daxil, yəni bugünkü bir çox Avropa dövlətlərinin özünə tabe edən bir hökmdar olmuşdu və orada hər millətdən belə deyək də xalqlar var idi, Qotlar idi, Germanlar idi və Attilanın demək olar ki, yanlarında həmin xalqın nümayəndələrindən bir nəfər yanlarında olurdu ki, onların Attilanın əmrlərini həmin tayfalara çatdırmaq üçün məlumatlandırılsın. Avropa dediyimiz mənbədə Tanrının qırmancı. Lakin Attilanın ölümündən sonra dövlət zəifləyəcəkdir. Dövlətin zəifləmə səbəbləri standartdır artıq burada. Nə deyirdik? Daxili çəkişmələr, xarici müdaxilə burada demirik hələ ki. Daxili çəkişmələr, daxilində olan xalqların üsyanları, övladları arasında mübarizə, yəni bunları verirsiniz. Və bu mübarizə nəticəsində 470-ci ildə Qərbi Avropa Hun dövləti və ya da Qərbi Hun dövləti, amma o Avropa Hun dövləti deyil, Avropa Hun dövləti süqut eləyəcəkdir. Attilanın oğlanlarından Cəbi isə Macaristanda özünə dövlət yaradacaqdır, lakin onun da dövləti belə deyək də yaşamayacaqdır və o da süqut eləyəcəkdir. Hə? Macaristanda. Bugün Macarlar özlərini zaten Türkiyə hesab edirlər. Yəni çünki Macaristanda. Gəldiyi xalqların böyük köçü nəticəsində yaranan digər dövlət isə Asiya, Ahun dövlətidir. Asiyada yaranmışdır. Ahun dövləti Avropa Hun dövlətindən oxşar cəhətlərə baxdığımızda eyni əsrdə 4-cü əsrdə yaranmışdır. Plus bundan xalqların böyük köçü nəticəsində yaranmışdır və həmçinin də hər ikisi türk mənşəli dövlət idi. Mərkəzi Asiyada yaranması böyük Hun dövlətinə oxşar cəhət. Baxın, oxşarlıqları deyirəm, siz özünüz yazarsınız dəftərdə. Mərkəzi Asiyada yaranan dövlətdə. Artıq bundan yəni getməliyik ortaya. Mərkəzi yaranması Ahun dövlətini böyük Hun dövlətinə oxşar cəhət olurdu. Türk mənşəli olması da yenə Asiya Hun dövlətinə oxşar cəhətdir. Ahun dövləti 4-cü əsrdə yaranır. Yarandığı hökmdarı siz bilməsəniz də olar, ehtiyac da yoxdur. 5-ci əsrdən etibarən dövlət Eftal dövləti adlandırılır. Eftaliklər dövləti adlandırılır. Bu dövlətin ən qüdrətli hökmdarlarından biri Axsuvar xan olacaqdı. Axsuvar xanın dövründə dövlətin sərhədləri genişlənəcəkdir və Axsuvar xanın əsas rəqibi isə Sasanilərlə mübarizə aparırdı. Axun dövləti indiki yarandığı əraziyə baxdığımızda Əfqanistan bölgəsidir və bir də Mərkəzi Asiya bölgəsidir. Daha çox buralardan məskunlaşıblar. Axsuvar xan 5-ci əsrin 30-cu ildə Sasaniləri məğlub edir və Sasanilərdən xərac almağa başlayır. Sasani hökmdarları Firuz və 1-ci Qubadı hakimiyyətə gətirməkdə kömək edir. Firuzu və Qubadı. Həmçinin Qubada məzdəşər hərəkatını yatırmaqda kömək edir. Həmçinin belə deyək, Qubaddan qohumluq münasibəti quracaqdır. Qızını Qubadın oğluna verəcəkdir və oradan da Xosrav Əşrama dünyaya gələcəkdir. Sonra gəldik ki, qızını Qubadın özünə verəcəkdir, üzr istəyirəm, və oradan da Xosrav Əşrama dünyaya gələcəkdir. Sonra bu dövrdə nə deyəcəkdik? 5-ci əsr 30-cu ildə Sasaniləri məğlub eləmişdi, asla salmışlar. Lakin Sasanilər belə deyək də yenə də tabe olmamağa çalışırlar. Firuz Axsuvar xanın köməyi ilə hakimiyyət gəlsə də sonrakı dövrdə Axsuvar xana verəcəyi xəracı dayandırmağa başlamışdı. Və Axsuvar xanla Firuz arasında 2 döyüş olacaqdı. Birinci döyüşdə belə deyək də Firuz xan
məğlub olacaqdı Firuzşah və asıllığı yenidən qəbul edəcəkdi. İkinci döyüşdə yenə başlayacaqdı müharibə. Bu döyüş Herat döyüşü idi. Herat döyüşü 484-də baş verdi. Döyüşdə Ağsuvarxan qələbə qazandı. Herat döyüşündə Axund Turan taktikasından istifadə eləmişdi və Turan taktikasından istifadə olunması Pinçen döyüşünün oxşar cəhət kimi verir. Bu oxşarlıqda qeyd edirsiniz. Heratda Firuzşah öləcəkdi. Yəni bu öləcəkdi, Firuzşah öləcəkdi və yerinə demək ki, Sasanilər başqa hökmdar gələcəkdi. Ağsuvarxandan sonra hakimiyyətə Mihrəqulu xan gələcəkdi. Mihrəqulu xanın dövründə dövlətin ərazisi daha da genişlənəcək və qüdrətlənəcək. Mihrəqulu xanın ən belə deyək də uğurlu yürüyüşü Hindistan olacaqdı. Hindistana yürüyüş nəticəsində Hindistan şimal-qərbinə ələ keçirəcək. Hindistana hücum eləməsi kimlə oxşar edirik? Makedoniya ilə oxşar edirik, Əhəmənlə oxşar edirik və yaxud da 1-ci Dara ilə və yaxud da İskəndərlə oxşar edirik. Hindistanda yürüyüş eləməsi. Bir də hərbi islaha keçirəcəkdir. Hərbi islahatı keçirməsi isə kimlə oxşar cəhət edirik? Kiyaksarla oxşar cəhət vermək olar. Harada səviyyədə İskəndər də verir, amma Kiyaksarla oxşar cəhət edirik. Hərbi islah keçirəcək. Mihrəqulu xanın ölümündən sonra dövlət zəifləməyə başladı. Bunun zəifləmə səbəbləri nələr idi? Ərazi genişlənir və dövləti idarə etmək çətin olurdu. Vilayət hakimləri tabesindən çıxırdı. Bu birinci səbəbdir. İkinci səbəb burada dini pərakəndələr yarandı. Yəni dövlətin içərisində fərqli dinlərin olması, axın hökmdarların fərqli dinlərə sitayiş eləməsi də dini pərakəndəliyi yaradacaqdı. Və üçüncü səbəb isə yenə feodal çəkmə və daxili çəkmə standart olandı. Və 567-ci ildə Göytürk və Sasani qüvvələrinin birləşməsi nəticəsində Axund dövləti süquta uğradılacaqdı və bu dövlət əraziləri Sasanilərlə Göytürk tərəfindən bölüşdürüləcək və beləliklə süqut edir. Axundları digər türk xalqlarından, bütöv türk xalqlarından fərqləndirən cəhət isə oturaq həyata keçməsi olacaq. Yəni digər türk xalqları hər zaman köçərliklə məşğul olur, amma bunlar oturaq həyata keçir. Bir də Axund dövlətinin paytaxtı Saqqala şəhəri olacaq. Bu sizin ilk iki dərsimizdir. Üçüncü dərsimizə baxdığımızda Göytürk dövləti tarixdə Türk xaqanlığı ilk dəfə Türk adını alan belə deyək, dövlət hesab olunur. Yəni bilinir. Göytürk dövləti 6-cı əsrdə yaranmışdır. Tarixdə iki Göytürk dövləti var. Biz bu ikisində keçəcəyik. Dövləti 6-cı əsrdə 552-ci ildə yaranacaqdı. Əsasını Bumin xaqan qoyacaqdı. Bumin xaqan Çinlə müttəfiq olub, Jujanlara qarşı mübarizə, üsyan qaldırır və dövlət yaradacaq. Dövlətin paytaxtı Ötkən olacaqdı. Paytaxtda Ötkən olması, Mərkəzi Asiyada yaranması kimdən oxşar cəhət edəcəkdi? Asiya Hun dövlətinə oxşar cəhət. Amma Mərkəzi Asiyada yaranması deyil isə Asiya Hun, 1-ci Göytürk və Axundan oxşar cəhət edəcəkdi. Baxın, 3 oxşarlığı da verilir artıq burada. Buminin ölümündən sonra hakimiyyətə Muğan xaqan gəlir. Muğan xaqan Türk xaqanları içərisində, Göytürk xaqanları içərisində ən güclü hökmdar hesab olunacaqdı. Onun dövründə düşünün ki, sərhədlər hardan olur? Sakit Okeandan Krıma qədər Şərqi Avropada böyük bir ərazini əhatə edir və bir çox, tam olmasa da bir çox türk xalqlarını öz ətrafında birləşdirəcəkdir Muğan. Dövlətin başında Xaqan duracaqdı, Xaqan durur. İkinci şəxs Yabqu mənasında verilir. Yabqular adətən Xaqanın ya oğlanlarından seçilirdi, ya da ki qardaşlarından seçilirdi. Muğanın dövründə də qərb qanatlarına, çünki ərazi geniş idi deyə ölkəni iki hissədən ibarət idarə eləməlidir, məcbur idilər. Qərb qanatlarını İstəmi Yabqu idarə edirdi. İstəmi Yabqunun dövründə, yəni İstəmi Yabqunun olmasının fərqi yoxdur uşaqlar. İstəmi Yabqunun dövründə Muğan xaqan hakimiyyətdədir. Başa düşdünüz? İndi buradakı bütün baş verən hadisələri kimə verəcəm? Muğan xaqana verəcəm. Amma aktiv fəaliyyət göstərən kim idi? İstəmi Yabqu. Başa düşdünüz? Bu bilirsiniz, məsəl üçün deyək ki, yəni iki qardaş arasında normal bir şeydir. Birini deyək ki, mən sənə bu səlahiyyəti verirəm, sən onu öz işini gör. Amma yenə də mənim adımdan həyata keçirirsən bunları. Başa düşdünüz? Bu mənada verirdi. Və Muğan xaqanda İstəmi Yabquya o səlahiyyəti vermişdi. İstəmi Yabqu birinci neyini? Birinci gətirir, Xəzər tayfalarına tabe eləyir. Xəzər tayfalarına tabe eləyir. Şimali Qafqazı ələ keçirir.
yəni Azərbaycanın üstü indiki Dağıstan bölgəsi falan ələ keçirir və Bizansa zərbə vurur. 567-ci ildə Axunları Sasanlərlə birlikdə süquta uğradacaq. Və süquta uğradı. Bu vaxt Muğan Xaqan isə Çini özündən astıra salacaq. Çini özündən astıra salması Muğanı kimlə oxşayacaq eləyir? Mehdi Teoman və yaxud da dövlət olaraq birinci götürkü Böyük Hundan və yaxud da Asya Hundan oxşayacaq eləyir. İndi gəldik. Dedik ki, 567-də Axunlar süquta uğradıqca Sasanlərlə bunlar aralarında ərazini bölüşdürdülər. Amma Sasanilər başladılar məsələni fərqli yönləndirmək Xosrow Şirvan dövründə. Nə edəcəkdilər? Birinci, Sasaniyə düşən ticarət yollarını məhdudlaşdıracaqlar və Göytürk tacirlərinin o ticarət yollarını istifadə etməsinə imkan verməyəcəklər. İkinci, Göytürklər də müharibə aparmaq bəhanəsi ilə Sasanilərdən şeyi tələb edəcəklər. Axunlara verilən xəracın bizlərə verilməsini tələb edəcək. Təbii ki, bunu Sasanilər qəbul edəcək. Bu vaxt İstəmi Xaqan Bizansla mübarizəni dayandırır, onlarla yaxınlaşır, müqavilə imzalayır. Bundan sonra kimlə müharibəyə başlayır? Sasanilərlə. Sasani Göytürk müharibəsində Göytürklər qələbə qazanır, Sasanilər məğlub olur. Yəni heç bir fars türkün qabağına dura bilməz bu müddətdə tarixdə və qələbə qazanıblar. Nəticədə Soqdiana vilayətini ələ keçiriblər və Sasanilər Göytürkdən asılı olacaq. İndi gələk Sasanilərlə müharibə aparmaq Göytürkləri Axunla, Albaniya ilə, Bizansla, Roma ilə oxşayacaqdır. Şəxsə gedəndə isə, yəni şəxs olaraq verəndə isə İstəmi Xaqanı və yaxud da Muğan Xaqanı kimdən oxşayacaq edirəm? Sasanilərlə. Bizansa baxdığımızda keçək gecədə Justinianı verirəm. Albaniyaya baxdığımızda 1-ci Vaçe və 2-ci Vaçeni verirəm. Axuna baxdığımızda isə yəni şəxsiyyət olaraq heç kimi vermirik. Yəni sadəcə olaraq bunu veririk. Başa düşdünüz? Yəni bunları verirsiniz. Sonra, lakin Sasanilərin məğlubiyyətindən sonra ərazilər daha da genişlənir və inkişaf edir. Lakin Göytürklərdə artıq Çinlilərlə yaxınlaşma və onlarla qohumluq münasibətən bir bədbəxtçiliklərdən biridir türk dövlətlərinin, hökmdarlarının Çinli şəhzadələrə qarşı zəifliklə olub nədirsə, elə konkret çox təsir altına düşüblər və başladılar Çinlilərin dini olan Buddizmi qəbul etməyə. Təbii ki, Buddizmin qəbul edilməsi Göytürklərin Xaqan tərəfindən Buddizmin qəbul edilməsi Göytürk əyanlarının xoşuna gəlməyəcəkdir. Və bu türk şəhzadələrinin də xoşuna gəlməyəcəkdir. Və 6-cı əsrin 80-ci illərində 588-ci ildə dövlət iki yerə bölünür. Şərqi və Qərbi Göytürk dövləti. Bunlar bölünəcəkdir bu dövlətlərə. Bu da yenə bölünmə Böyük Hundan və yaxud da Asya Hundan oxşar cəhətdir, Roma ilə oxşar cəhətdir. Məsəl üçün, Asya Hunun erdən əvvəl 1-ci əsrinlə, Romanın bizim eranın 4-cü əsrinlə, Göytürklərin 6-cı əsrinlə oxşar cəhəti kimi verə bilərik. Burada Şərqi Göytürk dövləti 7-ci əsrin 30-cu illərində süqut edəcəkdir. Qərbi Göytürk dövləti 7-ci əsrin 50-ci illərində süqut edəcəkdir. Bu aralıqda isə 639-cu ildə Kürşad üsyanı baş verir. Kürşad üsyanının baş verdiyi ildə 639-da ərəblər Qəzvin şəhərini ələ keçirmişlər və yaxud da ərəblər Sasanilərlə və Albaniya müharibə aparmışlar. Yəni, bu tipli verə bilərsiniz. Kürşad üsyanı məşhur 40 Yeniçəri ilə, Çərik ilə daha doğrusu, Yeniçəri deməyək, 40 çəri ilə, yəni 40 əsgərlə Çin sarayını basan Kürşad, Çin imperatorunun əsir alsada qeyri-bərabər döyüşdə məğlub olub öldürüləcəkdir. İkinci üsyan isə 682-ci ildə İltəriz Xaqan və yaxud da İltəriş Xaqan dövründə idi. Bu dövründə isə Kürşaddan fərqli olub qələbə qazanır və ikinci Göytürk yaradacaqdır. İkinci Göytürk dövləti yaradır. İkinci Göytürk dövləti yaranır. İltərisdən sonra hakimiyyətə onun oğlanları balaca olduğu üçün Qapağan Xaqan gələcəkdir. Qapağan Xaqan dövründə Çinə qarşı uğurlu müharibələr aparılacaqdır. Qapağanın ölümündən sonra isə İltərisinin oğlanları Bilgə xan gələcəkdir. Bilgə Xaqan dövründə isə o dövləti Kültikinlə bir də bir növ türklərin Bismarka adlandırdığımız Qapağandan bəri olan baş vəzir Tonikukla dövləti idarə edəcək. Bu dövrdə 2-ci Göytürkün 1-ci Göytürkdən fərqli cəhəti isə Çinli şəhzadələrin ailə həyatı qurmamaları, türk şəhzadələrin ailə həyatı qurmamaları, amma sonraki dövrdə yenə bu proses pozulacaqdı. Yenə gedib yəni Çinlərlə evlənəcəklər. Nəysə, 2-ci Göytürkdə dedi ki, Bilgə Xaqan və Kültikin və Tonikukun ölümündən sonra dövlət zəifliyir və 744-cü ildə
digər türk tayfası olan Uyğurlar tərəfindən, onların üsyanları tərəfindən dövlət süqut edəcəkdir. Həm birinci Göytürkümüz, həm ikinci Göytürkümüzün ortaq nəsli, yəni soyu Aşina soyudur. Özlərini canavardan gəldiyini, Bozqurddan gəldiyini ifadə edirlər. Elə oradan da biz özümüzün rəmzini Bozqurd olaraq götürmüşük. Yəni türklər öz rəmzlərini Bozqurd götürürlər. Bu da sizin 4 türk dövləti rəmzidir.